Kalsium xloridin suda məhlulunun 100 ml-də 0,2 mol kalsium iyonu var. Duzun dissosiasiya tənini yazın və molyar qatlığını tapın deyir. Birincidə kalsium xloridin dissosiasiya tənliyi kalsium 2 müsbət, üstəgəl 2 xlor mənfidir. Birin həlli bu. Gəldi ikinci, nə deyir? Və molyar qatlığını tapın deyir. Molyar qatlıq, burada belə bir şey var. 100 ml-də 0,2 mol kalsium iyonu var. Deməli, normalda 1 mol kalsium xloridə elə 1 mol kalsium ionudur. 0,2-yə x-dır. Buradan x-da bərabər 0,2 mol. Bizdə maddə var. Buradan da C bərabər nü böl V-dən. Buradan da 0,2-ni böləcəm 0,1-ə. Çünki 100 ml-dir. Burada eləyəcək cavabımız 2. Yəni 2 molyar. Bu da 2-nin həlli.